Bacı qardaşlar, məndən bu evin çəkilişini istəyiblər. Buyurub sonuna kimi baxa bilərsiniz, dəyərli izləyicilərimiz. Səhifəmizi bəyənin, like eləyin. Çünki bu səhifədə hər gün, hər büdcəyə uyğun yeni evlərimiz çəkilir və paylaşılır. Damı paket şiferli, geniş bir şəkildə həyətyanı sahəsi var. Həyətinə avtomobil daxil etmək mümkün olmasa da, avtomobil enində geniş bir həyətyanı sahəsi var. Kupçalıdır, 45 min manata təşrif olunur. Həyətyanı sahə ağlay daşlarla örtülüdür. Trapına kimi qoyulub, padval sahəsinin giriş kodu, istilik sistemi kombidir. Həyətyanı sahədə krantına kimi qoyulub hazır bir vəziyyətdə. Damı paket şiferdir, şəbəkə pəncərələr öz həyətyanı sahəsinə baxır. Pəncərələrin qarşısını heç bir maneə tutmur. Yerdən 4 daş kürsüdə inşa olunur. Keçək evin içi ilə də sizləri tanış edeyim. Girişdən solda yerləşir mətbəx sahəsi. Geniş kvadrata malik mətbəx sahəsi var. Mətbəx mebelinin yerlərinə kimi quraşdırılıb, şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Dəhliz vasitəsilə otaqlara bölgülər nəzərdə tutulub, tavan sahəsinə giriş koduna kimi qoyulub hazır vəziyyətdə. Bu qiymətə bazarda ikinci belə bir təklif, aksesuarları yığılmış bir təklif yoxdur. 45 min manata sanitar qovşağın tam təchizat aksesuarları yığılıb, havalandırma üçün pəncərə sahəsi qoyulub, böyük kvadratlara malik qonaq otağı, 2 otaqlıdır, kupçalıdır, evin də, torpağın da sənəti alınıb, hazır vəziyyətdə əldədir. Polu, taxta, şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır, istilik sistemin xəttinə kimi atılıb, hazır bir vəziyyətdədir. İstilik sistemi isə kombi vasitəsilə evi qızdırmaq mümkündür. Və yataq otağı, sonuncu yataq otağı, 2 otaqlı 45 min manata. Səhifəni bəyənib like etməyi unutmayın, sizlərə xidmətdəyik, dəyərli dostlarımız. Gələn videolarda sağ olun, sağlıqla qalın.